Hər birinizi salamlayıram. Ümid edirəm ki, yaxşısınız. Çox uzun müddətdir ki, YouTube üçün video çəkmirdim və video çəkmək qərarı aldım. Əvvəla özümü tanıdım. Mən psixoloq Lamiyə Kərimli. Təxminən 1 ilə yaxındır artıq bu vlog var. Burada videolar çəkirəm. Psixolojiya daha çox şəxsi inkişafa dair və bugün danışmaq istədiyim mövzu isə sinir sistemimizlə bağlıdır. Yəni belə deyək də, hər hansı bir arzularımız, istəklərimiz olur, amma onlar həyata keçmir. Və ya da ki, arzularımızı həyata keçirməkdə çətinlik çəkirik. Bunlara biraz baxmaq istəyirəm. Görək nələr var burada. Yəni kökdə nələr yatır ki, bizim bəzi istəklərimiz sadəcə istək olaraq qalır. Yəni bəzən çata bilmirik. Arzu və istək hər nə qədər gözəl görünsə də və ya da ki, bəzən bu şeyləri xəyal edərkən çox da qəşəng emosiyalar yaşasaq belə, əslində belə deyil. Yəni xüsusən belə deyək də, sənin sinir sistemin və ya da ki, sənin ümumiyyətlə böyüdüyün ortam, olduğun yer çox təhlükəli bir yer olubsa, yəni necə? Həddindən çox bəlirsizliklərin olduğu və sənin emosional olaraq tək olmalı olduğun bir ortamda olmusansa, böyümüsənsə, yəni xüsusən də çox da yetkin olmayan bir ailədə, həddindən çox stresin, təşvişin, mübahisələrin olduğu, bəlirsizliklərin olduğu bir yerdə böyümüsənsə, sənin üçün çox çətindir, yəni bir növ həyatını daha çox sakit modda, həzz alacağın şəkildə, daha çox həzz yönümlü yaşamaq, həyatın, yəni bir növ belə deyək də, bir çox şeyin, istədiyin həyatın belə əlçatan olması, çox rahatlıqla əldə etmək sənin üçün o qədər də asan olmur. Üzr istəyirəm. Çünki sənin sinir sistemin buna uyğun deyil. Sinir sistemin çox uzun müddət sağ qalmaq modunda yaşamalı olub. Yəni bir növ o qədər təhlükələrlə dolu bir dünyada, bir ailədə böyümüsən ki, həmin o təhlükələri bir növ aşmaq üçün sinir sistemin daima tətikdə, hərəkətdə qalmalı olub. Yəni və sinir sistemin həddindən çox yüklənib. Çünki sən uşaqsan, bilmirsən nə baş verir. Yəni emosional olaraq nə hiss etdiyini, nə baş verdiyini anlaya bilmirsən, anlamlandıra bilmirsən. Sənə o an, yəni orada dəstək ola biləcək insanlar yoxdur. Yəni ailən, tutaq ki, ailənin başa qarşı özünə, tutaq ki, anan ata mübahisə eləyir, həddindən çox mübahisələrin olduğu bir yerdəsən və tutaq ki, iqtisadi baxımdan da çox da belə deyək də, maliyyə durumları çox yaxşı deyil və çox da stabilliyin olduğu bir yerdə deyilsən, bir ailədə böyüməmisən və sənin sinir sistemin üçün o qədər çətindir ki, yəni həyatı həzz yönümlü yaşamaq, həzz almaq, sadəcə bəzən durub dayanmaq, sakit qalmaq sənin üçün o qədər mümkünsüzdür ki, bunlar. Və ya da ki, ola bilər ki, uşaqlıqda çox ağır travmalara məruz qalmısan, ağır travmalar yaşamısan. Məsələn, ola bilər ki, bu ailə üzvlərindən birini itirmək ola bilər və bu sənin üçün çox ağır bir şeydir. Ağır bir şey, yəni itki olub və sən başa düşməmisən ki, nə baş verir. Və ya ola bilər ki, bəlkə də həddindən çox məktəb dəyişməli olmusan, həddindən çox ev dəyişməli olmusunuz və ya da ki, atan-anan uşaqkən ayrılıblar və sən nə baş verdiyini anlaya bilməmisən. Və ya da ki, bəlkə də uşaqlıqda təcavüzə məruz qalmısan və yəni sinir sistemin olduqca, yəni ancaq yəni ya qaç ya da don şəklində yaşamalı olub və sənin üçün o qədər çətin və mümkünsüzdür ki, o sakit həyatın, meditativ, belə deyək də, fərqində olaraq yaşamaq o qədər də asan deyil sənin üçün. Və indi böyümüsən və o qədər çətindir ki, sənə yəni arzuların üçün, o istədiyin həyat üçün nəsə etmək. Çünki daima sənin sinir sistemin yüklənib, yəni daima stres, təşviş içində olmusan və daima sağ qalmaq modunda yaşamaq məcburiyyətində olmusan deyə. Dolayısıyla sənin üçün yəni sakit qalmaq, meditativ qalmaq və ya belə yaşamaq o qədər çətin və
mümkünsüzdür yəni. Və dolayısıyla sənin o arzu etdiyin, istədiyin həyat hər nə qədər gözəl səslənsə də, çox da gözəl xəyallar qura bilsən də, ə, bu sənin üçün o qədər də əlçatan olmaya bilir. Çünki ə, sən uzun müddət, yəni savaş modunda yaşamalı olmusan, savaşmısan özündən, həyatla, ətrafındakı insanlarla və dolayısıyla hər hansı bir məqsəd qoyub həmin o məqsədə çatmaq, bir növ o istədiyin o həyatı yaşamaq çox çətin olur sənin üçün. Və təbii ki, könül istəyər ki, hər şey arzu etdiyimiz kimi, istədiyimiz kimi olsun. Amma həyatın da bəzi reallığı və acı üzü var ki, bəzən hər şey istədiyimiz kimi olmaya bilir. O istədiyimiz münasibəti, istədiyimiz işi, istədiyimiz karyeranı qurmaya bilirik. Yəni uğursuzluqlar yaşaya bilirik və ya da ki, haqsızlıqlara məruz qala bilirik. Nəticədə həyat çox da gözəlliklərin olduğu bir yer deyil, yəni. Və hər birimiz çox da, yəni gözəl bir ailədə böyüməmişik. Hər birimiz çox təəssüf ki, iqtisadi olaraq, maliyyə yəni baxımından çox da stabil olan, çox da yəni yaxşı vəziyyətdə, yaxşı durumda olan bir ailələrdə böyümədiyimiz üçün də bizim üçün çox çətindir, yəni. Beləcə də məsələn, hazırda həddindən çox stressə məruz qalırsan, həddindən çox baskıya məruz qalırsan, xüsusən də sosial media vasitəsilə. Hansı ki, sosial mediada həddindən çox, yəni bir çox insanlar sadəcə yəni əllərinə telefon alıb çox da qəşəng danışa bilirlər. Yəni hansı ki, sözün həqiqi mənasında ağızlarına gələni danışa bilirlər və sən başa düşmürsən, yəni nə baş verir, sən hardasan, sən necəsən, yəni sənin vəziyyətin nədir ümumiyyətlə? Ümumiyyətlə, o hər kəsin arzu etdiyi həyatı sən arzu edirsənmi? Sən istəyirsənmi o həyatı? Çaşbaş qalırsan, yəni başa düşmürsən ümumiyyətlə nə baş verir. Yəni özünü sanki onlardan, kimlərdənsə geridə qalmış kimi hiss edə bilirsən. Və ya da özünü çox günahlandırırsan, özünü çox tənbələm, iradəsizəm, zəifəm, bu kimi etiketlərə məruz qoyursan özünü. Hansı ki, bir vaxtlar sənə bunu məruz qoyurdular. Hansı ki, bunu ailən, bəlkə də müəllimlərin eləyirdi, yaxın insanlar eləyirdi və indi sən özünə qarşı beləsən. Yəni sən öz vəziyyətini anlamaq yerinə, özünü anlamaq yerinə bəlkə dəstək almaq, bəlkə də sadəcə yəni bir növ olduğun vəziyyət nədirsə, onunla barışmaq, onu anlamaq yerinə əksinə özünü çox linçləyirsən, özünü baltalayırsan. Və çünki ətrafdakı insanlar da belədir. Yəni ətrafındakı insanlar da belədir. Ətrafındakı insanlar həddindən çox səni baltalayırlar, həddindən çox səndən böyük şeylər gözləyirlər, böyük uğurlar gözləyirlər, hansı ki, yəni qəbul edək ki, bəli, həddindən çox imkanların olduğu bir dövrdə yaşayırıq, hansı ki, sosial media var, yəni pulsuz resurslar həddindən çoxdur və bir çox şeylər çox əlçatandır, yəni çox rahatlıqla bir şeylər eləyə bilərik həqiqətən də. Amma arxa fonda bunun psixika tərəfi var, yəni psixoloji məqamları var. Bizim olduğumuz mühit buna nə qədər əlçatandır, nə qədər buna imkan verir, nə qədər yəni bizim olduğumuz ortam, ailəmiz, dostlarımız, bizi dəstəkləyən insanlardır. Bunlar da var axı. Bizim sinir sistemimiz, bizim özümüzlə gətirdiklərimiz, keçmiş yaşanmışlıqlarımız nə qədər buna uyğundur və əlçatandır bizim üçün görəsən bu. Və belə olduğu təqdirdə, yəni çox çətindir, yəni. Və özünlə daima mübarizə və bir növ özünlə savaş modunda yaşayırsan, özünü linçləyirsən, özünü həddindən çox baltalayırsan, başa düşmürsən nə baş verir. Belə olduğu təqdirdə həqiqətən çox çətindir, yəni insanın özünlə barışmağı, özünə şəfqət göstərməyi, özünü anlamağı, olduğu vəziyyəti, mövcud vəziyyəti anlamağı, ümumiyyətlə yaşadıqlarını. Sanki bəzən biz keçmişimizi, keçmişdə yaşanmışlıqlarımızı heçə sayıb hazırki versiyamızdan çox şeylər gözləyirik. Hansı ki, hazırki versiyamızı da formalaşdıran o keçmiş yaşanmışlıqlardır və keçmişdə bəlkə də çox da asıl olmayan şeylər yaşamısan. Yəni
Və nəzərə alsaq ki, həm bizim öz yaşanmışlıqlarımız və plus da bizim ailəmizin yaşanmışlıqları da üzərinə gəldikdə, nəzərə alsaq ki, yəni bizim valideynlərimiz də çox da özlərində işləyən insanlar olmayıblar və yəni onlar psixoloq dəstəyi almayıblar, onlar hər hansı bir dəstək almayıblar heç bir formada və belə olduğu təqdirdə çox da bir növ belə deyək də, fərqindəliyin olmadığı bir ailədə böyümüsən və onlar da fərqində olmayıblar nə baş verir, yəni sadəcə yaşamalı olublar və xüsusən nəzərə alsaq ki, onlar başqa bir tərbiyə sistemində böyüyüblər və o tərbiyə sistemi özünə sevgini, empatiyanı, şəfqəti, yəni bunların heç birini dəstəkləməyib. Sadəcə onlar bir növ hərbi rejimdə, yəni sadəcə bu şəkildə yaşayıblar, yəni robotik şəkildə və hisslərindən, bir növ öz daxili dünyalarından çox da uzaqda yaşayıblar və çox çətindir, yəni bu vəziyyətdə, bu halda, yəni özünü anlamağa çalışmaq və bunu demək istəyirəm ki, son olaraq özünü günahlandırmağa bir dayandır. Çünki yaşadıqların asan şeylər olmayıb, yəni əminəm ki, yaşadıqların asan şeylər olmayıb. Və indi isə həmin o yaşanmışlıqlara baxmayaraq həyata tutunmağa, həyatı yaşamağa çalışırsan və bu asan deyil. Xüsusən də dəstək almırsansa, xüsusən də yəni səni dəstəkləyən insanlar yoxdursa həyatında, yəni o mövcud çevrən çox yəni bəlkə də fərqində olmayan, həddindən çox lağa qoyan insanlardırsa, çox çətindir yəni bu halda sənin bir şeylər etməyə çalışmağın. Hətta yəni bəlkə də sənin nəfəs almağın belə möcüzədir, yəni yaşamağa çalışmağın belə, yaşama tutunmağın belə, bəlkə nəsə bir xəyal qurmağın belə, nəsə istəməyin belə çox gözəl və möcüzəvi bir şeydir. Və bunu demək istəyirəm ki, yəni həyat o qədər də asan bir yer deyil. Və sənin yaşadıqların, sənin keçmişin də o qədər də asan şeylər olmayıb və dolayısıyla özünü qınamaq yerinə özünü anlamağa çalış, özünü hiss etməyə, hisslərini anlamağa, hisslərini adlandırmağa çalış. Çünki bunlar belə bir çox hallarda sənin vəziyyətini çözməyə, həll etməyə gətirib çıxara bilir. Yəni ən azından bu sənin öz terapiyanın bəlkə də 50%-idir. Və dolayısıyla bu il üçün arzu edirəm ki, sən özünü daha çox sevdiyin, özünü daha çox anladığın, daha çox şəfqətli olduğun, daha çox içivə dönə bildiyin, özünü başqaları ilə müqayisə etmək deyil də, sadəcə yəni bu yolun, bu addımların, bu məqsədlərin sənə aid olduğunu bildiyin, fərqində olduğun bir növ il arzu edirəm sənə. Və belə, sinir sistemi ilə bağlı isə digər növbəti videolarda isə biraz daha ətraflı danışmağa çalışacağam və biraz daha dərinə gedəcəyik. İndi isə demək istədiklərim bu qədər idi. Ümid edirəm ki, bu sənin üçün faydalı oldu. Burada eşitməyin gərəkən, duymağın gərəkən şeyləri duydun, eşitdin və özünə nələrsə qata bildinsə, bunları götür, qəbul elə və həyatına yəni o şəkildə davam etməyə çalış. Belə qəlbimdən qəlbinə sevgilərlə.